Salamlar deyirəm burada bizimlə olan hər kəsə. Biz Azərbaycanın milli fəalları olaraq Azərbaycanın aydınlarına, siyasi fəallarına, ziyalılarına, insan hüquqları hüquqlarına və bu məsələdə önəmi olan əlimizin çatdığı hər kəsə ulaşıb onlardan indi İranda baş verən etirazlarla bağlı düşüncələrini almağa çalışırıq. Bu gün yanımızda əziz Ramin Cəbbarlı və dəyərli Meysən Badamçı vardı. Ramin bəy, mən birinci sualımı sizdən soruşaraq başlamaq istəyirəm. Sizcə indi İranda olan etirazlar hara gedir, hara gedə bilər? Səhv yönə gedə bilərmi misal olaraq və bu inhiraflarının önünü almaq üçün sizcə nə etmək olar? Salamlar Türkan xanım, mən də sizi və əziz Meysən bəyə salamlayıram. Bilirsiniz, İrandakı etirazların nəticələri məncə bir çox faktora bağlı. Özəlliklə demokratik olmayan sistemlərdə siyasi fürsətlər bəzən nəticələnməyə də bilər. O zamana qədər ki, bu hakim siyasi elitin arasında bəlli bir çat yaranmasın. Yəni o zamana qədər ki, demokratik sistemlərdən daha fərqli işləyir protestlər və sosial hərəkətlərin dinamizmi. O yüzden elə bir vəziyyətə çatmadığı üçün biz həm Pezeşkiyanın, həm başqa hakim siyasi elitin fərqli bir fikrinin olduğunu və aralarında hər hansı bir çatın yaratdığının şahidi olmadıq bu etirazlara görə. Əvvəllər biraz fərqlilik görünsəydi də, sonralar ən azı bu repressiyada birlikdə hərəkət etdiklərini və ya hər hansı bir çat üzə çıxmadığı məncə tam aydın idi. İndiki dönemdə görünür ki, bəlli bir dərəcədə etirazları kontrol edə bilirlər, amma proses bəlli deyil hara gedə bilər. Çünki protestlər bugün Trump'ın paylaşdığı postdan sonra görünən bu ki, bəlli bir müdaxilələr etmək qərarına gəlib və bu müdaxilələrin nəticəsində prosesin hara gedəcəyi məncə bəlli olacaq. Yəni əgər hərbi müdaxilədirsə, bu hərbi müdaxilə necə bir hərbi müdaxilədir? Əgər hər hansı birilərini aradan qaldırmaqdırsa, kimləri aradan qaldırmaqdır və bütün bunlar prosesi fərqli yönlərə apara bilər. Təbii ki, bu proses eyni halda da bəlli bir yəni içəridəki insanların etirazlarının bəlli bir oğurlanmasını da biz görürük. Yəni özəlliklə digital əsrdə mediaların vasitəsilə, bir sıra selebritlərin vasitəsilə insanların rəvayətlərini, onların narrativlərini fərqli yansıtılmasının biz şahidiyik mediada. Çünki içəridə bir çox faallar var və həbsxanadadırlar ya da ki, internetin kəsildiyi, international call'ın kəsildiyi, telefonun kəsildiyi bir vəziyyətdə yaşayırlar və onların narrativi təbii ki, yansımır. Biz görürük ki, monarkistlərin daha çox burada, yəni səltənətçilərin daha çox narrativi yansıyır. Təbii ki, onların bəlli də dərəcədə orada tərəfdarlar ola bilər, bir fərqli bir toplum kimi. Amma xaricdə yaşayan və daha çox uzun illər öncə bəlli bir köç vasitəsilə gəlmiş, bəlli bir köç dalğası ilə gəlib, sonra qərbdə sayları çox olduğu üçün qərb mediasına onların baxışı, onların görüşü daha çox yansıyır. Sanıram o bir yanıldıcı bir faktor ola bilər. Çünki daha çox biz sahiblənmənin, yəni içəridəki etirazlara bəlli bir sahiblənmə və onların bir hijack olduğunun şahidiyik eyni zamanda bu medialar vasitəsilə. İran International olsun, başqa bir sıra media vasitələri olsun və ya hətta bir sıra selebritlərin rolu olsun. Üst-üstə selebritlərin rolu sosial hərəkətlər araşdırmalarında da çox fərqlidir. Yəni məsələni tutaq İranda etnik məsələ ilə bağlı və ya gender məsələsi ilə bağlı, cinsiyyət məsələsi ilə bağlı məsələni daha çox sadələşdirməklə məşğul olar onların rəvayəti və bəzən müsbət yönləri də olar, tutaq insanları mobilizə etmələri, səfərbər etmələri, bəzən də mənfi yönləri də ola bilər. Ona görə bütün bunların məncə birləşməsində bu baş verəcək nəticə olaraq İndi daxildəki dinamizmdən məncə daha çox xaricdəki dinamizm və ya adı ilə desək Trump'ın nə şəkildə müdaxiləsi məncə yön verəcək indiki vəziyyətdə və sonraki proseslər çox qarışıq proseslər ola bilər. Yəni ondan sonra rejim yıxılar, yıxılmaz, bunlar tam yenə sual olaraq qalır məncə.
Sağ olun Meysən bəy. Əslində Ramin bəyin axır sözü ilə sizə sualımı soruşmaq istəyirəm ki, indiki mərhələdə bu etirazlarla devrimə apara bilərmi bizi? Devrim olarsa ümidlər və qayğılar nə ola bilər sizcə? Selamlar size ve hürmetli izleyicilere ve aziz Azerbaycanlı hemşehrilerimize. Arz edeyim ki bence ben biraz bu olaylara pozitif bakanlardanım. Yani çok karışık olaydı. Bence pozitif de bakabiliriz ve pozitif bakmalıyız. Elbette pozitif bakmak demek değil ki bu çok kolay olacak. Bence bu olaylar ki gidiyor bizim İran'ın tarihinin 3. devrimi 130 senede olabilir. Yani bu manada ki İran'ın 1. devrimi 1906'da olduğu meşrutiyet devrimi, 2. devrimi ki şimdiki İslam Cumhuriyeti çıktı ve o devrinde solcular da vardı. 1979'da oldu. Ve bu da 3. devrim ki bu 3. devrim onlarla farkı nedir? Onların daha seküler olmasıdır. Bakın 1. ve 2. devrimde dini hareketler, İslami hareketler, İslami güçler güçlüydü. İslami kısım. Ama bunda sekülerler çoğunluktadır. Azerbaycan'da olsun, İran'ın toplumun tümünde olsun ve o da o sosyolojik değişim nedeniyle. Bu devrimlerin ikisi de İran'ın tarihinde ve herhangi bir devrim dış yardımı olmaksızın olmaz. Yani bu ki mesela yani jeopolitik dünyanın o güçleri, bölgesel ve dünya güçleri istemeden yani o uymadan bir devrim olmaz bir ülkede. Yani İran İslam devrimi de hatta öyledir. Çok bağımsız falan diyorlar da tamam ama o zaman mesela Carter isteseydi düşünün Amerika özellikle bu son 60-40-70 senede İran'da çok önemli roldür. Mesela Carter isteseydi durdurabilirdi Amerika o zaman demokratları o yönetim başında. Şimdi de Ramin Bey'in dediği gibi Trump faktörü var burada. Yani İran'da en azından Yeşil Hareket'ten bu tarafa İran'da bir rahatsızlık var. Yani rejimde ciddi bir değişim isteği vardır. Yani Yeşil Hareket 2009'daydı. Şimdi biz neyse 15 seneden fazladır üstünden geçmiş. Ama hep rejim bastırmış. Çünkü içeriden değişim isteği var. Ciddi yani bu değişik protestolarda kendisini göstermiş. En sonunda da tabii ki bu bölgesel protestolar da var. Azerbaycan'da mesela bu Urumiye Gölü falan ama bir de milli yani toplumun hepsinde bu en son bu yeşil kadın yaşam özgürlük hareketi ama bastırıldı çünkü rejim güçlüydü. Bu defa ve dış yardımı da bu şekilde yoktu. Bu defa gösteriyor ki iki faktör nedeniyle dış yardımı yani dış müdahalesi olacak. O iki faktör nedir? Birisi 7 Ekim'den sonra bu Gazze Savaşı'ndan sonra bölgenin değişimidir. Gazze Savaşı'nda o zamanki Hamas oraya saldırdı ve Hamas da tabii ki biliyoruz bunların arkasında yani İran da var. Tabii biz iddia edemeyiz İran o saldırıda vardı ama arkasında silahlandırmıştı, para vermişti vesaire. Hizbullah bu direniş ekseni yani bu Husiler falan. Bunlar bu savaştan bugüne kadar çok büyük darbeler yedi. Yani özellikle İran bölümünde 12 günlük savaşta ve biliyoruz bayağı bir komutan öldü falan filan ve bu direniş cephesi çok zayıfladı ve sanki birileri istiyor ki son yumruğu da atsın ve belki bugünden olacak. O bir taraftan bu Ukrayna Savaşı'ydı. Yani İran, bu Rusya Ukrayna'ya saldırırken İran İslam Cumhuriyeti Ukrayna'ya Rusya'ya silah verdi. Yani füze verdi, verdi. Bu dronlardan İHA diyorlar. Onlardan verdi ve bu şahit pehpatları yani şahit dronları. Onlar da önemli rol oynadı. Ama Avrupalılar çok rahatsız oldu bundan. Ve sanki ve İran kendisini son bir reisi döneminden sonra özellikle çok kendini Çin ve Rusya ekseninde anlatmaya başladı. Yani sanki tam batıya karşı ve bu dediğim gibi bu Gazze Savaşı, Ukrayna Savaşı da bunun zirvesi oldu. Batılılar gördü ki ve bu özellikle bu Ukrayna barış sürecinde Rusya çok geri adım atmadı. Yani hiç geri adım atmadı. Sanki Amerikan yönetimi, establishment'i diyelim, oranın o derin devleti bu sonuca vardı ki tamam Rusya'nın kendisini yenemiyoruz.
En azından onun sağ kolu, sol kolunu vuralım. Ve bu arada bu Venezuela olayı da çok önemlidir. Yani başta Venezuela'dan başladı. Şimdi de benziyor ki ona benzer bir hareket. Tamam, belki aynısı değil de yani onu kaçıramaz da falan. Ama başta o baştaki kişiyi sanki hedef olarak bu bir hareket, bir şey olabilir. Yakın günlerde öyle gözüküyor. Dediğim gibi hala ileride daha Azerbaycan'a ilgili sizde gene detaylı başka şeyler anlatabilir. Çox təşəkkür edirəm. Ramin bəy, sizcə xaricdəki siyasi partilər və şəxslər, universitetdə olan aydınlarımız nə edə bilər? Genel olaraq bu durumda Azərbaycanın xeyrinə nə etmək olar? Sağ olun Türkan xanım, yaxşı sualdır. Sualdan qabaq mən Meysan bəyin fikri ilə bağlı, yəni mən pozitiv olmasını, optimist olmaq məncə yaxşıdır, amma biz gerçəklik budur ki, biz bilmirik hara gedəcək bu hərəkat. Yəni tutaq indiki vəziyyətdə Meysan bəy çox yaxşı açıqladı. Bizdə həm bölgəsəl, yəni Orta Doğuda olan bir güc dəngəsi var və ona Amerikanın bəlli fikirləri var, İsrailin fərqli fikirləri var görünən bu məsələ ilə bağlı, alternativlə bağlı. Eyni halda da ki, yəni qlobal faktorlar var. Tutaq elə Ukrayna məsələsi, İranın dəstəyi, bunlar ehtimalı daha da artırır. Amma daha çox yəni alternativ olaraq hakimiyyətin içindən biri olacaq. Tutaq bəziləri Ruhani kimi birinin olduğunu düşünür. İsrail görünən Rıza Pəhləvini dəstəklədiyini yansıdır ən azı Netanyahu ilə eyni partiyadan olan bir sıra siyasətçilərin, eyni halda bir vəzirin daha çox yaxın olması ilə bağlı. Biz bilmirik ki, bu hara gedəcək. Yəni inqilablar ciddi siyasi dəyişikliklərdilər, sürətli siyasi dəyişikliklər, amma bu nəhadinə olmuş ayrı seçkiliklər olsun və tutaq etnik məsələ olsun və ya cinsiyyət məsələsi olsun, bunların hələ həll olması anlamına deyil. Hətta biz Rıza Pəhləvinin ətrafındakı insanlara baxaraq vəziyyətin çox da ürəkaçıcı olmaya biləcəyi ilə bağlı ehtimallar da irəli sürmək olar. Biz bilmirik ki, dəqiq olaraq doğrudan da İsrail arxasındadır ya yox, amma görünən elə görünür. Çünki güc dəngəsini o şəkildə dəyişə bilər. Ən azı dəftərçə yaymaqları ilə, orada İsrailə verdikləri rolla, önəmlə və görüşləri onu yansıda bilir. Və bu məsələ və eyni halda da onların bilirsiniz, yəni ciddi bir ekskluziv millətçiliyin arxasındadılar. Yəni dışlayıcı bir millətçiliyin arxasındadılar ki, bu İranda farsı olmayan millətlər baxımından məncə müsbət addım olmaya da bilər, müsbət nəticələri olmaya da bilər bu məsələnin. Yəni tutaq siyasi olaraq hakimiyyət dəyişər, amma o münasibətlər, qrupların münasibətləri, o təbəqələşmə, o qişbəndi elə həmən ayrı seçkiliklə yerində qala bilər və yenidən hərəkətlər eyni işi yenidən görməlidirlər. Yəni bir uzun bir yol yenidən başlaya bilər. Bir halda ki, qarşı tərəfdə yeni nəfəsdədir. Yəni bu vəziyyətdə bir məsələ ola bilər. Sizin sualınıza gəldikdə məncə... Ben icazə verseniz Ramin, ben buna bir cevap söyleyeyim. Çünkü o birisi fikrim 3 tane sualla da meseleyi kabağa yapabilirler. Da ben bu ilgili bundan bir iki tane nöqtədeyim. Arz edeyim ki, bakın ben bunu tamamlayayım Ramin Bey'in sözünü ve önceki sözümü. 3 hareket var sanki İran'da en azından. Bakın yani bu hareket, bu olaylar nasıl sonuçlanmasıyla ilgili dış güçlerin dışında, dış güçleri ben bunu özetleyeyim. Batıcı bir yönetim istiyor İran'da. Batıcı. Yani o çok önemli değil. Bu batıcı ruhani olabilir. Böyle bir tane sadece böyle Sisi gibi birisi bile olsa Mısır'da orada diktatör de ama batıcıdır. O olabilir. Şah da olabilir, demokrasi de olabilir. Tabii ki demokrasi dünya daha çok kabul eder ve bizler de tabii ki onu istiyoruz. Bence diktatörlük İran'ın Allah'tansa şeraitiyle çok uymuyor. Ama neyse bu dış meselesi daha Trump'ın sol batılı olmasıdır. Ama bizim taraftan 3 hareket İran içinden bir şahçılar vardı ki Rami Bey de söyledi. Yani olan saltanat talep diyoruz, diyoruz, meşrutacı diyorlar kendileri vesaire. Pehlevici diyebiliriz vesaire. Bir cumhuriyetçiler vardır ki ben bu cumhuriyetçiler biraz kapsayıcı şekilde yani bunun içinde etnik grupların yani federalçı etnik grupları da koyuyorum içinde. Çünkü onlar da bu Azerbaycan hareketinde bence orada kendini tanımlamalıdır ki zaten öyledir de onu sonra da konuşabiliriz. Yani bu cumhuriyetçilerin bir daha bir kolunda yani ki etnik meseleye ve etnik dil haklarına hassas olan bölünmez
bölümüne. Ve bir de rejimden ayrılabilen bu süreçte daha flexible olan diyelim reformcu ya herhangi bir rejimin bir parçası ki eğer diyelim ki Hamenei alınsa kalanı ki kendisini değişimle adapte edip ve rejimin bir parçasını getirecek. Çünkü o da olmasa şimdiki bu böyle bir tahayyülümüz olsa şimdiki yönetim hepsi ya Amerikan'a böyle bir tahayyül olsa ya Şahçı'nın ya herhangisi Cumhuriyetçinin bu yönetimden hepsini temizleyeceğiz, hepsini mi öldüreceğiz, hepsini mi öyle bir şey olmaz. Olsa da çok kanlı ve kirli bir şey olur. Yani en senaryosu Irak'la Libya gibi olur ya Suriye gibi olur. Yani orada çünkü gelip de sen de o idarelerin içinde yani aşağıya kadar da kimse neyse önceden bu rejimin bir yerinde bir şey varmış onu isten temizlesen o çok radikal. Trump sanki onu istemez. Yani Perlevicilerin içinde öyle isteyenler de olabilir ama bu çok tehlikeli bunun önünde durmamız lazım. Ama çok ihtimalle eğer gerçekten rejim değişimi olsa üstten o tepeden bir kişiler alacaklar. Hala en başta en baştaki kişi. Onun dışında kalanı ne kadar eğer dirense yani bu batıcı bir yönetime dirense falan olsa belki onlar da ileride tesviye edilecek ama direnmezse işin içinde olabilir. Şahçıların da burada her istediği diye olacak diye bir şey yoktur. Yani değişik nedenlerle biz bunu argüman getirebiliriz ki Amerika çok ihtimalle en idealı şah yani Pehlevi'nin yeniden şeyi değil. Çünkü özellikle bunu da söyleyeyim Ramin Bey buyursun devamını. Özellikle Amerika'da demokratlar şah modelini hiç istemez. Çünkü orada biliyorsunuz şeye karşı Trump'a karşı No Kings Day bir tane protesto yaptılar. Yani biz şah istemiyoruz. Şimdi hem kendilerini istemeler hem karşı tarafa. Ve cumhuriyetçiler birçoğu da Amerika'da baksanız siz Rudy Giuliani'dir, Pompeo'dur falandır. Bunlar oranın o derin devletinden, establishment'inde, yönetiminden muhassi nizam diyorlar bazen Türkçe'de. Çok önemli kişilerdir. Bunlar da cumhuriyetçiliği yani şah eleştirdi, şahçılığı eleştirdi tweetlerinde falan. Doğrudur ki bazıları bunu başladı dedik çekiyor o tarafa. Yani mücahitleri yaratmaya çalışıyorlar falan. Ama bence mücahitler bile çünkü biz biliyoruz İran'da bir azınlık var. Yani o falanlar olsun 4'ten 5'ten fazla olmaz. Yani cumhuriyetçilik belki mücadele de parçası olabilir ama daha kapsayıcı bir şeydi. Yani sadece onlar o mücadele dayatamaz Şah'a karşı. O yüzden pozitif de dediğim yani tabii ki böyle bakarak böyle her şey güzelleşecek değil. Yani işin içine gireceğiz. Hepimiz elimizi kolumuzun işin içine sokacağız ve inşallah bundan bir şey çıkaracağız. Doğru, yəni mən razıyam ki, Amerika görünən hər hansı bir göstərici görmürük ki, burada Pəhləvinin gəlməsinə, Rza Pəhləvinin gəlməsinə müsbət baxsın. Yəni biz bunun ən az Amerika tərəfindən biz göstəricisini görmürük, amma biz bilmirik ki, nəhayətdə İsrailin çalışmaları o nəticəyə çata bilər ya yox. Hətta bir fikir var ki, İsrail daha çox Rza Pəhləvini qabartmaqla İranın əslində sisteminin, yəni ölkə olaraq varlığının əleyhinə olduğu üçün bu işi görür. Yəni elə bir baxış da var. Çünki mən düşünürəm ki, əslində yəni elə bir alternativin olması doğrudur. İnqilablardan sonra bəlli bir qısa müddətli inqilabların bal ayı olar. Yəni insanlar elə düşünərlər ki, bir cənnətə keçiblər, amma sonra bu gücü ələ keçirmək prosesində insanlar, qruplar bir-birini eliminate edərlər. Yəni daha çox aradan qaldırarlar və elə bir alternativ olacaqsa, məncə əslində İranın içində biz fərqli qrupların bir-birindən qarşı durmasını biz görə bilərik. Özəlliklə doğrudur. Yəni biz cumhuriyyətçilərin bir sıra ortaq yerləri var, amma cumhuriyyətçilərin arasında da etnik məsələsində, yəni belə biz kategorikal şeylərdən danışsaq, ayrı seçkiliklərdən danışaq, etnik məsələ ilə bağlı o faktorlar ki, siyasi gücün daha çox bölüşməsini istəyirlər. Gender məsələsi elə deyil ki, siyasi gücün paylaşılmasını istəsin, amma etnik məsələ elədir. Və cumhuriyyətçilərin arasında da bu baxımdan ciddi fərq var. Yəni cumhuriyyətçilər indi federalist cumhuriyyətçilər var, federalist olmayanlar var və bunlar bu məsələdə anlaşa da bilmirlər. Yəni bunları daha çox parçalayan bir faktordur. Sanıram, yəni bütün bunlar həll olmadan bir mərhələyə keçir. Yəni bunlar söyləm dərəcəsində həll olmadan deyirəm. Yəni tutaq Pəhləvicilər olsa ana dilində təhsil məsələsini belə qəbul etmiş deyirlər. Yəni görürsünüz siz
Rza Pəhləvinin tərəfdarı olanlar etnik məsələnin danışılmasını belə ayrı seçkiliyə bağlayırlar indi də. Hələ indiki ehtiyacları var, yəni daha çox bir çox insanın səfərbər olmasına və bunu gələcəyə, yəni ayrı seçkili, yəni gələcəyə daha çox separatizm olaraq göstəricisi görürlər və bunlar hamısı təbii ki, get-gedə o konflikt məncə xəttləri ola bilər ki, aktivləşə bilər bu prosesdən sonra. Yəni, mənim daha çox ehtiyatım bu məsələdən. Təbii ki, bu proses gedəcək onsuz da. Yəni bizdən asılı deyil bu proses. Yəni daha çox xarici faktordan indi asılıdır. Çünki daxildən onsuz da insanlar yetərincə aktivliklərini göstəriblər. Amma bu faktorlar var və əslində İran, yəni dövləti daha çox bu məsələni insanları hərəkətlərə qoşulmaqdan çəkindirmək üçün istifadə edib hər zaman. Amma biz İraq örnəyi var idi, Suriyə örneği var idi və biz görürdük ki, insanlar fərqli qruplarda olduğu üçün, fərqli hədəfləri olduğu üçün eyni sistemə inteqrə ola bilməyən də bəlli bir plan ətrafında ciddi bir konfliktlərə səbəb ola bilər. Yəni bunu biz görə bilirik, hətta fərqli nəzəriyyələr əsasında da görə bilirik. Bəs bu etirazlar bir çox fərqli yönlərə gedə bilər. Yəni bir çox bilmədiyimiz şeylər vardı indi. Bu Bir noktada ben diyeyim bəlirsizliklər yani siz sualınızı hatta unutmayın. Ahmet ben fakat Doğan Bey'in çox qısa lütfən. bir tane anket vardı İran'da biliyorsunuz. İran'da çok anket olmadı ama son senelerde bu Geman müessesesi iki üç tane anket yapmış. Son ikisine baksak çünkü bu sözümüzden de ilgilidir. Federalçılar İran'da özellikle 1403'teki yani 2 sene önceki anketinde ki bence de az çok yani bilimsel ankettir yani onları az çok biz dayanarak argüman yapabiliriz. İran'da %15 federal istiyor. Yani o ankete göre cumhuriyetçilerin içinde yani cumhuriyet isteyenlerin %10'u, şahçıların içinde %15'i. Buraya kabul etsek yani kalan federal istemiyor. Şimdi bence ben her zaman bunu konuşmuşum. Bir orta yol. Yani eğer ki desek ki federal yani tam daha güçlü yoldur. Yani mesela federaldan burada mesela Irak modeli gibi Rahmi Bey'in söylediği gibi ya şimdiki Suriye'de olduğu gibi Suriye de facto gerçi federalda da şimdi federal değil ama orada bağımsız yönetimler var. Hele Irak diyelim. O diyelim o federal eğer oysa tam halkın %85'i onu istemiyor ama bu demek değil ki tam da böyle bir şah döneminde yani o Reza Şah döneminde yani herhangi bir çok aşırı merkeziyetçi bir yönetimler dönemleri gibi çok merkeziyetçi olacak. Bir orta yol. Bu orta yolu da ben fakat burada kısaca anlatayım. Ben geçen sene de sunumlarında iki tane Azerbaycan'dan değişik yerlerde bir sunum yaptım. Doktor Asghari Şirazi'nin bu konuda bu desentralizasyon üzerinde İran'da çok çalışmış o. O diyor ki o bir orta yol modeli davet ediyor. Bu orta model ne oluyor? Diyor ki yerel yani o yerlerdeki ana diller Farsçanın dışındadır. Yani Azerbaycan'da Türkçe var, Kürdistan'da Kürtçe var, Huzistan'da Arap bölgesinde Arapça var, Baluçistan'da Baluçi vesaire. Ve ona göre bir hareket var. Orada iki tane resmi dil olsun o bölgede. Yani bir tane Farsça resmi dil ülkenin hepsine ama mesela Azerbaycan'da iki resmi dil oluyor. Yani hem Farsça hem Türkçe. Kürdistan'da Farsça, Kürtçe ve Baluçistan'da Baluçi, Farsça ve ilah. Bu şekilde bir yani o tam yani ülkenin hepsine bir ikinci dil getirmeyerek ama bölgelere öyle getirelim. Bir de yerel meclisler. Buna da çok çalışılmış. Yani bunun da değişik modeller. Yerel meclisler için. Halbuki bu şuralar olsun. Yani şuraları güçlendirelim. Çünkü biliyorsunuz İran'da bu şuralar da bu yaz daha yerel yönetim modeliymiş ama çok da bunu yapamadılar. Yani çünkü güç vermediler bu yerel yönetimlere. Şuralardaki İran Anayasası'nda da var. Şura olabilir, belediye şuraları olabilir, belediyeler olabilir, meclisler olabilir, yerel meclisler olabilir. Aynen. Herhangi bir yani merkezi meclisin dışında her eyaletin de her bölgenin de bir meclisi olsun. Onun da bir gücü olsun. Onun belli bir yasama güçleri de olsun. Aşırı ademi merkeziyetçi değil ama bir orta bir şey. Dilde desek gerçi bunu ilginç şekilde Pezeşkiyan'daki şimdi
Sonucu ne olacak belli değil. Ama Pezeşkiyan bile bazen sadece konuşmada, gerçi pratikte bir şey görmedik. Bir şeyler diyordu ki valilere falan bir güçler verelim. Gerçi İran'da, İran İslam Cumhuriyeti'nde, çünkü orada vilayet fakih çok baskıcı ve merkeziyetçi bir şeydir. Orada olamıyordu. Yani bu vilayet fakih kaldırmadan bu desentralizasyon olmaz. O yüzden de İran İslam Cumhuriyeti her zaman başarısız oldu. Ama o kaldırılsa vilayet fakih, yani ki öyle gözüküyor, o yöne doğru gidiyoruz. Belki bu kadar merkeziyetçi bir formüle atabiliriz, ama demek bu da bir meclisi muassisan, yani bir yani bu anayasa yazılacak. Eğer gerçekten transition, dönüşüm olsa bir yeni anayasa yazılacak. Anayasanın meclisinde, ki belki 2 sene 3 sene konuşulacak. Yani milletvekilleri olacak vesaire, bunlar hepsi o zaman konuşulacak. Yani bunlar hemen değişim olsa da bile bunun ayarı nasıl olacak, bu kaç sene sürebilir yani normal olarak, çünkü bir kanun şekline gelmesine kadar. Teşekkürler Meysan Bey. Mən Ramin Bey üzr istəyirəm. Axır sualımı soruşmaq istəyirəm və əgər Meysan Bey cavab vermək istəsəniz o sualın içərisində ikinizdən də eyni sualı soruşmaq istəyirəm. Çünki məsələni biraz daha çox Güney Azərbaycan perspektivinə gətirmək istəyirəm. Xaricdə olan siyasi partilər və şəxslər indi bizim xeyrimizə Meysan bəy sizin danışdığınız bəlkə planları ortaya qoymaq üçün və ya bizim öz gələcəyimiz üçün nə edə bilərik? Və xahiş edəcəyim hər ikinizdən 1-2 dəqiqə içərisində cavab verə bilərsiniz. Rami Bey Çox buyurun. sağ olun Türkan xanım. Yəni bilirsiniz, Meysən bəy, Qəman müəssisəsi şəffaf olmadığı üçün mən bilmirəm nə qədər. Çünki şəffaf olmaq üçün mən daha çox survey datalarla işləyirəm və şəffaf olmaq üçün dataları yaymaq lazım. Biz hər hansı bir datanın yayıldığını, onun necə nümunə götürdüyünü falanı bilmədiyimiz üçün mən istinad etməzdim Qəman müəssisəsinə. O yüzden bilmirəm İranda neçə faiz federal sistemi istər. Amma onu aydın demək olar ki, İrandakı etnik məsələnin sadəcə mərkəzsizləşdirmək və ya decentralization məsələsi deyil. Eyni halda da burada simbolik bərabərlik var, yəni imtiyazların bərabərliyi var və Azərbaycanlılar və başqa millətlər bəlli bir siyasi hakimiyyətin də eyni halda parçalanmasının, yəni sosial hərəkətləri əslində onu göstərir ki, siyasi hakimiyyətin də paylaşılmasını istəyirlər. Ona görə mən düşünmürəm ki, təkcə yəni bölgələrdə fars dilinin yanında bəlli bir ana dilində təhsillə bu məsələ həll olar və ya təkcə hətta maddi baxımdan, yəni ustanlar arasında maddi bərabərsizliyi aradan qaldırmaqla da bu məsələ həll olmayacaq. Yəni o zamana qədər ki, İrandakı sosial təbəqələşmədə, bu qəşq bəndidə bir fars, bir türklə, bir bəlucla, bir kürdlə bərabər dərəcədə xalqın gözündə görünməyəcəksə və bu məsələlər həll olmayacaq. O da daha çox, yəni siyasi təmsilçilik baxımından bir etnik federalizm çərçivəsində daha çox görünən həll ola bilər. İndi onun bəlli bir çalışları, çətinlikləri ola bilər, amma o yöndə ola bilər. Bu məsələni Türkan xanımın sualı ilə birləşdirsək, məncə əsasən indiki vəziyyətdə milli hərəkatın təşkilatlarının işi və ya başqa millətlərin, hərəkatların, təşkilatlarının işi bu planlar üzərində daha ciddi şəkildə işləmək ola bilər, bunları anlatmaq olar və eyni zamanda Qərb mediasına İrandakı gerçək bir vəziyyəti, yəni İranda, Qərb elə düşünür ki, İranda daha çox hakim olan bir etnik qrup var və daha çox insanlar orada belə, yəni azadlıqdan, demokrasiyadan sadələşdirilmiş bir versiya təbliğ olunur burada ki, insanlar azadlıqları yoxdur, sanki bunların sadəcə səs vermə haqqı olsa, orada prezident seçə bilsələr, bu məsələ həll olur. Bir halda ki, Amerikanın özündə belə bu məsələ həll olmayıb. Yəni, Amerikanın özündə biz baxsaq, qaradərli ailələrlə ağdərli ailələrin gəlirlərinin arasındakı fərqinə baxsaq, görər ki, keçmiş 50 ildə azalmayıb, artıb da. Yəni, demokrasi belə bu kimi kategorikal ayrı seçkilikləri həll etməyə qadir olmaya bilər. Əgər bəlli bir nəhadinə olmuş məsələlərin üzərində işlər qabağa getməsə, onlara qarşı mübarizə olmasa və daha çox bu quruluşsal, yəni institutional bir dəyişiklik olmasa. Sağ olun. Teşekkürler. Buyurun Meysan Bey, 2 dəqiqə içərisində. Ben Azerbaycan Milli Hareket'ten faallarına tavsiyem budur ki bu işin içine girsinler. Yani munfail olmaktan, pasif olmaktan faal olmaya başlasınlar. Bu sadece bu indi Pahlavi'nin adı çok geçiyor. Belki de birkaç, eğer gerçekten bir
Amerika'nın falan müdahale olsa belki biraz daha da çok eşiteceğiz bir dönem. Bu anlamda değil ki gerçekten yani her şey Pehlevi'ye bırakılmış, Pehlevi'cilere yani Amerikan o diş güçlerin de bakışından da öyle değil. Her değişim, bu Pehlevi her zaman da söylerdi de yani %100 negatif de bakmazsak diyor ki ben mesela işte bu transition'in lideri olan tamam yani halk sokağa çıksın falan ki zaten de oldu. Dedik geldi gerçi çok büyük de galiba katliam olmuş yani geçen günler ama gene onun bir rolu oldu yani sonuçta birisi demez dedi gelsin dışarıya çıkın falan ki galiba eğer müdahale de olsa onun üstüne müdahale edilir. Yani diyor ki halk dışarıya çıktı çok öldürüldü ki değişik rakamlar da şimdi söyleniyor medyada. Sayıların ölülerin sayısı çok ne kadardı tam bilmiyoruz ama çok büyük rakamlar da bazen söyleniyor. Ama neyse yani Pehlevi'nin öyle bir korkmasınlar yani her şey Pehlevi'ye bırakılmış gibi değil ve bir cumhuriyetçi model çerçevesinde şimdi bunun tabii ayrıntılarını konuşabiliriz yani nasıl ki e, Ramin Bey de buyurdu bir model odur etnik federalizm diye. Etnik federalizm tabii ki konuşulacak gerçi ben çünkü İran'ın temelinde bakıyorum yani ne kadar o hepsinde bir kabul yani o meclis muassesanda kabul alması da önemlidir. Yani çünkü her bir Bəli. konsensüse varmak için tabii ki Fasların bir kısmı önemli kısmı da bunu ya başka etnikler tabii ki kabul etmesi lazım. Ama neyse bu işin içine girsinler çok pozitif olmasınlar. Bakın bir fırsattır. Uluslararası çevre hiç zaman istememişti İran'da değişimi. Bugün istiyor. Ve bunlar bir batıcı bir değişim istiyor. Tamam Azerbaycanlıların da çoğu Bəli. zaten batıcı. Biz Batı, Atatürk batılıydı. Mehmet Ali Resul Eminzade batılıydı. Yani bizler de batıcı olmana biz batılı değiller de batıcıylardı. Sorunumuz yoktu ama biz de öz versiyonu batıcılığımızı burada şey yaparız. Pahlavici onda mukallede olmadan inşallah meşrutiyet dönemi gibi meşrutiyet devriminde de Təbrizlilerin, Azerbaycanlıların, Türklerin çok rolü varmış. İnşallah bu defa Düzdür. da düzgün şekilde olur. Sağ olun, selamet olun. Çox təşəkkür edirəm. Ramin Cabbarlı və Meysəm Badamçı bizimlə idi. Təşəkkür edirik burada bizimlə olan hər kəsə.